إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله الذي بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين. صلى الله عليه وسلم تسليما كثيرا إلى يوم الدين. أشهد أن أصدق الحديث كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة فإن كل بدعة ضلالة وكل ضلالة في النار. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, Allah üzere nasip ederse yani hakkında olan bir irad deyim, ne deyim bilmirəm, tam ad verə bilmirəm. Yəni çoxluqsa cahil bir kişinin tərəfindən deyilmiş bir irad var. Sadəcə olaraq mənim görüntümü yayınladığı üçün yəni cavab vermək istəyirəm inşallah. Yəni hardasa 4 dəqiqə yarımlıq belə bir videoda mənim də orada qısa bir kəsit orada yayımlayıb yerləşdirib ora və öz ağlınca mənə orada irad yazıb. Yəni videonun adasa 30-cu saniyələrində mənim görüntümü verir. 45-ci saniyədə isə orada yazır ki 1400 səhabə fasiq olmuşdur, lakin bu cümşüd itaətkardır. Yəni, mənim videomu göstərir, mənim adım Cümşüd yazır. Yəni, əvvəla məlumun olsun ki, mənim adım Cümşüd deyil, Mürşüddür. İkisinin arasında dağlar qədər fərq var. Birincisi mürşid ərəb sözüdür. Mənası irşad edən, yol göstərən deməkdir. Mürşid sözündən gəlir. Bizim dilə mürşid olaraq alınması var, keçir. Cümşid isə fars olan bir kəlmədir. Cəmşid, cümşid, bu da parlaq, parıltılı, cahcalalı deməkdir. Əfsanəvi İran şahlarının birinin adıdır. Yəni ikisinin arasında dağlar qədər fərq var. Kəlmə olaraq da, məna olaraq da. Sən 6 hərfli mürşid adını cümşid olaraq oxuyursansa, sənin kiməsə səhv tutmağın, kiməsə irad bildirməyin ümumiyyətlə yəni, özünə qarşı hörmətsizlikdir. Sən 6 hərfli, öz ana dilində olan bir adı mürşidi cümşid olaraq oxuyursan. Yəni, sən utanmırsan deyəcəm, amma yəqin ki, utanmaq hissi olsa da bir şeylər eləməzdir. Utanan insan bu qədər insanlara dil uzadıb, özü də bu qədər cahil olduğu halda insanlara dərs keçməyə çalışmazdır. Zaten bellidir. Yəni qatədəni qatata deyə oxuyanlardan yəni, gələn bir ənənədir bu. Ona görə də çox təəccüblənmirəm. Və burada deyir ki, 1400 sahabə fasiq olmuşsa, lakin bu mürşid, yəni bu cümşid deyil, mən də mürşid deyirəm. Yəni itaətkardır. Birincisi, haşa və kəllə, orada heç vaxt mən deməmişəm ki, haşa və kəllə sahabə fasiqdir. Mən irad bildirirəm ki, deyirlər sahabənin fəhmini götürülür. Birinci, yalan deyirlər. Heç kim sahabənin fəhmini götürülür. Bu hamısı yalandır. Bu pərdən altında özlərini gizlədirlər. Bu bir. İkinci, sahabənin fəhmini götürülür deyirsə, deyirəm, buyur, misal verirəm ki, Hüdeybiyyə sulhunda Rasulullah sallallahu aleyhi və səlləm ihramdan çıxın, qurban çıxın, saçlarınızı kəsin və ya qısaldığında qurbanlarınızı kəsin dediyi zaman 1400 nəfər sahabə heç biri Rasulullah sallallahu aleyhi və səlləmin əmrinə əməl eləmədilər. Bu fəhmi götürsək, gərək biz Rasulullah sallallahu aleyhi ve sellem'in əmrinə əməl edilməlidir. Mən bundan danışıram. Sizə irad bildirirəm. Sənin kimi yalancı, sənin kimi fasik, sənin kimi insanları aldadan insanlara irad bildirirəm ki, siz düz danışmırsınız, iddianızda səmimi deyilsiniz. Sən bunu atılab çıxartmışsan ora ki, haşa və kəllə sahabə fasikdir, bu cümşüd itaətkar. Sən 6 hərfli adı oxuya bilmirsən. 6 hərfdən ibarətdir. Mürşidi cümşüd oxuyan bir insan nədən danışarlar? Yəni, vallahi ki, zərrə qədər özünüzü hörmətiniz yoxdur. Sonra birinci dəqiqə 9-cu saniyədə bir nəfərin görüntüsünü verir, tanımıram, ilk dəfədə görürəm burada. Ona bir irad bildirir. Bu da deyir ki, mən müsəlmanım da, bu kifayət eləmirmi? Mən sünnə də deyiləm, şiə də deyiləm, məzhəb qəbul etmirəm, Quranda məzhəbi yoxdur. Mən özümə müsəlman deyirəm. O da yazır ki, sanki biz Yahudiyik. Yəni, mürşidi cümşid oxuyanın belə yazmağı qayət normal bir şeydir. Yəni, adam məsələn məzhəbini soruşur. O da deyir ki, mən məzhəb qəbul etmirəm, mən müsəlmanam. Sənə kim Yahudi deyir ki? Bəlkə də Yahudisən, Allah bilir, bilmirəm. Xaini xofu olar deyirlər. Amma yəni burada kiməsə Yahudi deyən yoxdur. Yəni hamıya qarşı haqsızlıq edirsən. Sonra 1-ci dəqiqə 18-ci saniyədə isə yazır ki, sizdən kafir soruşmur ki, hansı dinlənsən. Sizdən özünə müsəlman deyənlər soruşur. Yəni oğrudan oğru, doğrudan doğru. Yəni sizin prinsipiniz yəqin ki budur da.
Yəni sizdən müsəlman soruşanda sən müsəlmansan yoxsa yox, deyirsən ki, yox mən filan məzhəbdənəm. Sən dediyin kimi Yahudi soruşanda deyirsən ki, mən müsəlmanam. Yəni hər soruşan insana görə sizin dininizin adı dəyişir də. Birinə müsəlman deyirsən, birinə əhl-i sünnət deyirsən, birinə əhl-i şiə deyirsən, birinə İsna Əşəri deyirsən, birinə Cəfəri deyirsən, birinə Sələfi deyirsən. Baxır soruşur. Yəni sənə deyəndə ki, sənin dinin nədir? Deyirsən ki, kim soruşur? Sən Yahudisən. Yahudiyə başqa bir cavab verirsən, Nəsraniyə başqa bir cavab verirsən. Yəni demək ki, yəni sənin soruşan kimsəyə görə sənin verdiyin cavab dəyişir. Sonra 1-ci dəqiqə 26-cı saniyədə Eşat Mirinin danışığını verirsən, amma onu heç bir rədd bildirmirsən. Arxasında isə Əbu Hanzalan, yəni Halis Hocanın dediklərini verirsən. Halis Hoca da deyir ki, biz yəni özümüzə müsəlman adını qəbul edirik. Allah Subhanahu verdiyi adı qəbul etmək doğru olan budur. Biz də bunu edirik. Sən orada yazmışsan, yazdığını hərf-hərf yazmışsan. 1-ci dəqiqə 6-cı saniyədə yazmışsan ki, peki hocam, sizdə şirksiz Müslüman Eşat Miri'de. O zaman biz sizinle onu nasıl ayırtı edeceğiz? Yani sen yazdığın budur. Yani 6 hərflik bir adda yani dağlar kadar səhv edən bir insanın yani böyle yazması gayet normal bir şeydir. Yani bununla onun ne alakası var? Yani sapığın biri özünə Müslüman deyirsə və ya ateistin biri özünə Müslüman deyirsə biz dinimizin adını dəyişməliyik. Yani o zaman o kadar sapık saydığınız, tekfir ettiğiniz insanlar var ki, onlar da 4 rükət namaz qılırlar, onlar da Kəbəyə yönəlirlər, onlar da elhamdülillah deyirlər. Bunlar hamısı tərk edin də. Hamısı tərk edin, onlar da bunu deyirlər. Yani ayırt etmə. Eşat Miri'dən Halis Hocanı sən ayıra bilmirsən, sən nəyə yaşırsan yəni, başa düşmürəm. Halis Hoca harda, Eşat Miri harda. Halis Hoca tövhiddən danışan, tövhidə dəvət edən, tövhid üçün mücadilə edən bir insandır. Kur'an sünnete iman ettiğini beyan eden bir insandır. Yeri gelmişken sahabenin fəhmi hüccət değil diyen bir insandır. Eşat Miri ise bildiğin hədis inkarçısı adlandırılan, əslində ise bildiğin özünün de etirafı ilə mason olan, masonların mənafeyine xidmət edən, din düşməni bir insandır. Sen bu ikisini ayırt edə bilmirsənsə, yəni deyirsən ki, o da özündən müsəlman deyil, mən də özündən müsəlman, sən də özündən müsəlman deyil, mən necə ayıracam? Sen kardeş zaten 6 hərflik bir sözdə bir qədər səhv edən bir insan. Sen necə insanı ayıra bilərsən? Sən ümumiyyətlə bu işlərə girmə. Yəni çünki sənlik burada hiçbir şey yoktur. Bu məsələnin bir tərəfi. Digər tərəfi. Yəni siz yəni iddia edirsiniz ki, yəni zaten bu videoda bu nəzəriyyəni müdafiə edirsən. Özünün heç bir şey yox. Özünün orada bəzi yerlərdə belə savadsızcasına bəzi cümlələr yazırsan. Bizim xalqımız o cümlələri erməni budaq cümləsi deyir. Yəni öz sözün yoxdur burada. Öz sözün belə gülməli şəkər sözlərdir, gülməli sözlərdir. Başqa bir şey yoxdur. Deyirsən ki, fərqlənmək üçün sələfi deyəcəyik. Elə bil ki, sanki sələfilər sadəcə bir tayfadırlar. Sələfi deyən kimi bəlli olur ki, bu kimdir? Siz bu qədər mi yəni bir ətrafınızdan bir xəbərsiz, bu qədər mi özünüzə qəbul etdiyiniz addan, nəzəriyyədən, mənhəzdən xəbərsizsiniz? Yəni mən sənə sələfiliyin məşhur cərəyanlarının, məşhur növlərini sayım. 1. Es-sələfiyyətul ilmiyyə. 2. Es-sələfiyyətul harakiyyə. Es-sələfiyyətul cihadiyyə. Es-sələfiyyətul həddadiyyə. Es-sələfiyyətul mədxaliyyə. Es-sələfiyyətul sururiyyə. Es-sələfiyyətul təcrihiyyə. Es-sələfiyyətul təcrihiyyə və tüsəmmə aydan es-sələfiyyətul camiyyə. Vəl-əxir es-sələfiyyətul müdəccənə. 9 dənə ən məşhurlarını sələfi, yəni cərəyanı mən sana saydım. Elmi sələfilik, hərəkət sələfiliyi, yəni hərəkatla məşğul olan, hərəkatla üzərində olanlar, cihad sələfiliyi, cihadı müdafiə edənlər və s. Həddadi sələfilər, mədxəli sələfilər, sururi sələfilər, təcrihi sələfilər ki, bunlar da yəni Muhammed Əl-Cəminin adına həm də Sələfiyyətul Cəmiyyə deyirlər. Bir də müdəccənə var. Bu 4'ü ki var. Es-sələfiyyətul ilmiyyə vəl-harakiyyə vəl-cihadiyyə, bir də yanılmıramsa həddadiyyə. Bu 4'ü ən məşhur olan, ən məşhur digərləri də var. Sən sələfi deyəndə özlə biz bilmirik ki, sən hansı sələfidir. Onu da dəyişin də, qardaşlar. Bilinmir axı. Hansı sələfidənsən? Elmi sələfilikdən, yoxsa hərəkət sələfiliyindən, yoxsa cihadidən, yoxsa həddadisən, yoxsa mədxəlisən, yoxsa sururisən. Sələfinin o qədər qolları var ki. Azərbaycanda bir insan özünə sələfi deyəndə məyər bəlli olur ki, o kimdir? Bəlli olmur. Sən ona 100 dənə sual verməsən ki, onun kim olduğunu təyin eləyəsən.
Ya sen təklif etdiyin şey ya ki çıxış yoluymuş. Allah Subhanahu verdiği ismi koyduğu bir kenara bir isim uydurublar. Onlarla qolları var. Deyirlər ki, yox bunu deyəndə biz səni ayrı eləyəcəyik. Ondan da ayrı edə bilmirsən ki onsuz. Sonra buraya qədər verilənlərə rəddiyə mahiyyətində olan video kəsetlər verməyə başlayır. 2-ci dəqiqə 16-cı saniyəsində deyir ki, sələfi dəvəti İslam dəvətidir. İslam dəvəti də sələfi dəvətidir. Çünki məhz onlar Quran və sünnətlərini ümmətin sələflərindən elm əhlinin naslarından götürülmüşdür. Yəni ərəb şeyxlərindən birinin belə bir şeyi deyir, "Dəvətü's sələfiyyə hiyə dəvətül İslamiyyə." Sələfi dəvəti İslam dəvətidir, İslam dəvəti sələfi dəvəti. Yəni İslamın anlamı sələfilikdir. Yəni bu söz bu deməkdir. Yəni rəsulların gətirmiş olduğu dəvət əsaslı sələfilik dəvətidir, İslam dəvəti deyil. Və ya da İslam bərabərdir sələfilik. Sələfilik bərabərdir İslam. Və sənin 4 məzhəb haqqı idi. Və sən bunlardan müsəlman. Nə oldu bəs? Harda qaldı? Yəni siz yalan mı danışırsınız? Yoxsa bir-birinə zidd iki kəlam mı işlədirsiniz? Yəni nə eləmək istəyirsiniz? Yəni İslam dəvəti əgər sələfi dəvətidirsə, o zaman Rəsullar sələfiliyə mi dəvət edirlər? Ki, irəlidə Rəsulların dəvətindən bəzi ayətlər zikr edəcək ki, Rəsulların dəvəti ilə bağlı. Yəni demək istəyirsən ki, Rasulullah sallallahu əleyhi və səlləm sələfiliyə dəvət edir. Bunu mu demək istəyirsən? Allah azza və cəllə Yusuf surəsi 108-ci ayət kərimədə buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Qul hadihi sabili ad'u ilallahi ala basiratin ana və men ittaba'ani və subhanallahi və ma ana minel müşrikin. De, bu mənim yolumdur. Mən və mənə ittiba edənlər bəsirət üzərində Allaha dəvət edilir. Allah pak və nöqsansızdır və mən müşriklərdən deyiləm. Rəsulların dəvəti bax bunlardır, budur. Yəni Rasulullah sallallahu əleyhi və səlləm Allah Subhanahu ona əmr edən desin ki, bu mənim yolumdur. Yəni mənim yolum sələfilik yoludur. Buna mı demək istəyirsən? Nəhl 36. Və laqad ba'athna fi kulli ummatin rasulan an ya'budullaha və ijtanibut-tagut. فمنهم من هدى الله ومنهم من حقت عليه الضلالة فسيروا في الأرض فانظروا كيف كان عاقبة المكذبين. And olsun ki biz hər bir ümmətə Allaha ibadət edin və tağutdan da ictinab edin deyən rəsullar göndərdik. Ba'athna fi kulli ummatin rasulan, bütün ümmətlərə rəsullar göndərdik. Nə ilə gəldilər? Ən onu açıqlayır. Ubudullah və ijtanibut-tagut. Allaha ibadət edin və tağutdan da ictinab edin, uzaq durun. Rəsulların dəvəti budur. Sələfilik bunun harasındadır və ya sələfilik burada haradadır? Bəs bu adam bunu deyir, sən də bunu burada rəddiyə mahiyyətində qoyursan. Yəni sən bunu qəbul etmirsən ki, sən bunu qoymursan da bura. Öncə buraya qədər verdiyin batıl olan şeylərdir sənə görə. Ondan sonra sən bunun cavabını verirsən, haqq olan nədirsə bunu. Yəni sələfilik İslam dəvətidir, sələfi dəvəti İslam dəvətidir. Hanı bəs? Bu ayətlərdə bu yoxdur. Gəl oxuyaq. Musa aleyhisselamın dediklərini oxuyaq. Və ya qavmi məli yəd'ukum ilən-nəcəti və təd'unəni ilən-nar. Təd'unəni liyəkfura billahi və uşrikə bihi mə leysə li bihi ilm. Və ənə əd'ukum iləl-azizil-ghaffar. La cərəmə ənəmə təd'unəni iləyhi leysə ləhu da'vatun fid-dunya və la fil-əxirə. Və ənə məraddənə iləllah və ənəl-musrifinə hum ashabun-nar. فستذكرون ما أقول لكم وأفوض أمري إلى الله إن الله بصير بالعباد فوقاه الله سيئات ما مكروا وحاق بآل فرعون سوء العذاب النار يعرضون عليها غضوبا وعشيا ويوم تقوم الساعة أدخل آل فرعون أشد العذاب. Gafir surəsi 41-46-cı ayət kəlmədir. O dedi, ey qövmüm, mənə nə olub ki, mən sizi nicata, yəni nicat tapmağa, qurtulmağa dəvət edirəm. Siz isə məni oda ateşə dəvət edirsiniz. Siz məni Allaha küfr etməyə və ona haqqında elmim olmayan bir şeyi şərik qoşmağa dəvət edirsiniz. Halbuki mən sizi əziz, yəni yenilməz, sonsuz izzət sahibi və qaffar, qullarının günahlarını çox-çox bağışlayan Allaha dəvət edirəm. Heç şübhə yoxdur ki, sizin məni dəvət etdiklərinizin nə dünyada, nə də axirətdə dəvət edilməyə heç bir haqqı yoxdur. Və bizim hamımızın dönüşümüz Allahadır və müsriflər, yəni məhz o kimsələr, onlar cəhənnəm əshabıdırlar. Vaxt gələcək ki, indi sizə bu dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha havale edirəm. Həqiqətən də Allah qullarına qarşı bəsirdir, qullarına haqqı ilə görəndir. Bundan sonra Allah onların məkr, yəni hilə etdiklərini, pisliklərindən qorudu və Ali Firavunu, yəni Firavun tərəfdarlarını pis bir əzab yaxaladı. Bu əzab onların səhər və axşam əz olduqları oddur. O gün saat qopacaqdır və belə deyilir ki, Ali Firavun, yəni Firavun tərəfdarlarını ən şiddətli əzaba daxil edir. Haradadır bura sələfilik?
Hani? Və ənə əd'ukum ilən nəcah. Mən sizi qurtulmağa dəvət edirəm. Yəni, qurtulmaq sələfi olmaqdır. Sizə görə belədir zaten də, yəni siz dediklərinizi hər kəsin dediyi olduğu kimi, sizin dediyiniz sözlərdə Quran-ı Kərimə, sünnət-i səniyyəyə ərz olunur. Görək, siz dediyiniz şeyin Quran və sünnətlərin dəlili var, yoxsa yox? Yoxdur. Amma siz utanmadan, çəkinmədən deyirsiniz ki, sələfi dəvəti İslam dəvətidir, İslam dəvəti sələfi dəvətidir. Əlbəttə ki, utanmırsansa, nə istəsən deyil. 3-cü dəqiqədə 15-ci saniyəsində Şeyx Fovzanın sözünü verirsən, orada ona sual verilir ki, özünə müsəlman deyib, mən özümü nə sələfiliyə, nə də ondan qeyri hizblərə nisbət etmirəm deyən kimsənin sözünün səhhəti nədir, yəni sözünün doğruluğu nədir? Doğrudur mu bu söz? Yəni, bir adam deyir ki, mən müsəlmanam. Heç bir sələfiliyə, nə də hər hansı bir hizbə, hər hansı bir cərəyana özümü nisbət etmirəm, mən özümü müsəlman deyirəm. Şeyx Fovzan cavabına deyir ki, özünü sələfiliyə nisbət etməyən kimsə, mən müsəlmanam desə də, o kimsə sələfin mənhəci üzərində deyil. Yəni, sələfin mənhəcində olmaq özünə müsəlman deməməkdir. Bu nə deməkdir ki, yəni? Yəni, sən oraya qoyduğun sözlərin mənasının fərqinə varmısan, burada alt yazıdan tərcüməsini vermirsən. Sən bilmirsən, nə danışır orada. Yəni, ona soruşulmur ki, sələfin mənhəci üzərində yoxsa üzərində deyil. Soruşur ki, bu söz doğrudur, yoxsa. Yəni, deyir ki, mən müsəlmanam. Quran və sünnətdə müsəlman adından başqa ad yoxdur. Bu bir, ikincisi, Quran və sünnətdə sələfi deyə bir ad yoxdur. Din olaraq sələfi deyə bir ad yoxdur. Necə olur ki, yaxşı? Özünə sələfiyəm demək haqq deyən haqq üzərində olur. Özünə Allahın qovduğu adı deyən insan isə haqq üzərində olur. Necə olur ki bu? Yenə 3-cü dəqiqə 8-ci sayədə deyilir ki, bir adam başqa bir şeyxin sözünü verir ki, vallah, sələfilik Allahın doğru yoludur. 3 dəfə and içir, deyir ki, əs-sələfiyyətu sıratullahil müstəqim. Sələfilik Allahın doğru yoludur. Allahın doğru yolu ki bu, sırat-ı müstəqim. Gedin Quran-ı Kərimdə sırat-ı müstəqim yazın, görün nə qədər ayətlər var. Onların hansı birində sələfilikdən danışır. Demək belə çıxır ki, bu nə qədər müsəlmanlar, gəlmiş keçmiş, bugün yaşayan müsəlmanlar hər dəfə namazlarında ehdinə sırat-ı müstəqim deyəndə heç demək xəbərimiz yox imiş. Deyilmişlər ki, bizi sələfilik yolundan yönəldi. Xəbərimiz yox imiş, qardaş. Yeni çıxdı bu da. Yəni, sələfilik Allahın doğru yoludursa, qardaş, Allah Subhanahu doğru yolunu biz bu namazda Rəbbimizdən istəyirik. Demək ki, biz Allaha dua edirmişik ki, Allah bizi sələfi etsin. Bunun deməndən bu çıxır. Yəni, hər bir müsəlman gündə ən az 17 dəfə deyir ki, Allahım mən sələf edir. Bu hardan çıxdı, qardaş? Siz nə yeyirsiniz, nə içirsiniz ümumiyyətlə? Bu nə danışıq? Bax ayət-i kəlmələrə. İbrahim surəsi 1-ci ayət kəlməyə bax. Əlif ləm ra. Kitabun ənzəlnahu ileykə lituxricən nəsə minəl zulümati ilən nur. Biizni rabbihim ilə sıratin azizil hamid. Allah Azze ve Celle deyir ki, Əlif ləm ra. Bu, sənə nazil etdiyimiz bir kitabdır. O kitabı ona görə nazil etmişik ki, insanları öz Rəblərinin yoluna yönəldəsən. Nə edəsən? İnsanları zülmətlərdən nura çıxardıb, onları Rəbbinin yoluna yönəldəsən. Zülmətlərdən nura çıxardasan. Biizni Rabbihim, onlar Rəbbinin izni ilə. İlə sıratin azizil hamid. Aziz və hamid olan Allahın yoluna yönəldəsən. Sənin deməyindən belə çıxır ki, sənin müdafiə etdiyin o şeyxin sözündən bu çıxır ki, yəni Quran-ı Kərim gəlib ki, insanları sələfiliyə yönəlsin. Bunu mu demək istəyirsən? Yəni, aziz və həmd olan Allahın yolu, haşa və kəllə, Allah s.ə.v. sələfiliyə dəvət edir, qardaş. Utanmırsın söyləyir. Yəni, biraz həya edində, ya çox demirəm, biraz həya edində danışanda. Yəni, bu qədər təəssüb keçdi edib, bu qədər də həddaşlıq olmazaq. İnsan bir dur, bir insan duyar özünə, bir dayan deyər. İnsanda vicdan deyilən bir şey var. Biz bəzilərində yoxdur. Amma biz çoxlarında olduğuna inanırıq ki, bunların vicdanı var da. Biraz həya ilmət olmaz. Ayıp deyil mi? Mələ Rasulullah sallallahu aleyhi ve sellem insanları sələfiliyə dəvət edirdi. Əziz və həmd olan Allahın Subhanahu yolu, yəni onun kitabını, Rasulullah sallallahu aleyhi ve sellem sünnətini sələfin fəhmi ilə başa düşməkdir. Allahın yolu budur. Yenə Rəbbimiz buyurur Səbə surəsi 6-cı ayətdə. Və yərəl-ləzīnə utul ilməl-ləzî unzilə ileykə min rabbikə huvəl-haqq və yəhdi ilə sıratın azizil hamid. Özlərinə elm verilənlər
bilirlər, görürlər ki, sənin Rəbbin tərəfindən nazil edilən şey ki var, məhz o haqdır. Və o haqq da insanları əziz və həmid olan Allahın yoluna yönəldir. Yəni, Quran-ı Kərim sizin təbirinizdə, sizin təfsirinizdə, sizin əqidənizə görə Quran-ı Kərim insanları sələfiliyə yönəldir. Haradadır sələfilik? Yəni, Quran deyir ki, Quran və sünnəti sələfi fəhmi ilə başa düşür. Elə mi deyir? Harada deyir? Hanı? Resulullah sallallahu aleyhi ve sellem bu ayətləri tətbiq etmirdimi? Yəni, Resulullah sallallahu aleyhi ve sellem sahabəsinə deyib ki, gedin Quranın sələfi fəhmi ilə başa düşün. Bu nə demək? Yenə Rəbbimiz Şura surəsi 52-53 ayətlərdə buyurur. Və innəkə lə təhdi ilə sıratun müstəqim. Şübhəsiz ki, həqiqətən də sən doğru yola yönəldirsən. Resulullah sallallahu aleyhi ve sellem insanları doğru yola yönəldən idi. Sıratıllahilləzi ləhu mə fissəməvati və mə fil ard. Ələ iləllahi tasiril umur. O yola yönəldirsən ki, o Allahın yoludur. Və o Allah ki, səmalarda nə varsa, yerdə nə varsa, ona məxsusdur. Və Allah təbarəkə və teala onun yolu demək belə çıxır ki, sələfilikdir. Yəni, utanmırsınız ki, yəni, Allah subhanət aləyə yoluna sələfilik yolu deyirsiniz. Yəni, bu qədər mi həddinizi aşmışsınız? Yəni, sizə qulaq asanlar yəqin ki, siz ağıldadırlar da. Yəni, Mürşidi Cümşid oxuyanlar da, yəni, səndən artıq olmayacaqlar ki. Başqa nə deyim ki? Yəni, bunu nə deyim mən mümkündür ki, bu insanlara? Allah subhanətələ buyurur ki, İnnə fətəhnə ləkə fəthən mubinə liyəğfirə ləkə Allahu mə təqaddəmə min zəmbikə və mə təəxxara və yutimmu ni'mətəhu aleykə və yəhdiyəkə sıratan müstəqimə. Həqiqətən də biz sənə apasıq bir fəth vermişik ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın və sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin. Aləmlərin Rəbbinin, Resulullah sallallahu aleyhi ve sellem yönəltdiyi doğru yol sələfilik yoludur, deyilmi? Siz bu ayətlərdən xəbərimiz yoxdur deyə sorursam, bilirəm ki, yoxdur. Yəni, sizi dinləyənlər, sizə baxanlar da mı yəni xəbərsizdirlər? 3-cü dəqiqəli 2-ci saniyədə yenə Şeyx Fəvzanın sözünün səsini verirsən. Deyir ki, qiyamət günündə sələfilərdən başqası qurtulmayacaq. Mə yəncu yevməl qiyaməti illə sələfiyyə. Bax, bu cədə deyir. Qiyamət günündə sələfilərdən başqası qurtulmayacaq deyir. Yəni, sən bunları verəndə orada heç mi sənin bir ətin ürpəşmədi, heç mi sənin bir vicdanın tərpənmədi yerindən ki, bu nə deyir axı? Yəni, bu nə deməkdir? Qiyamət günündə sələfilərdən başqası qurtulmayacaq. Yəni, gəlmiş, keçmiş, gəlib, gələcək nə qədər insanlar varsa, bunlar ancaq sələfi olandan qurtulacaq, bunlar hamısı sələfi olacaq, elə mi? Sələfilik nəzəriyyəsi 100 yaşı ya var ya da yoxdur. Bundan qabaqki nəsillər sələfi deyildilər, axıranır. Onlar qurtulmayacaq, bunlar. Yəni, vallahi ki, mən belə bir şey gözləmədim. Yəni, Fovzan kimi bir adamdan mən belə bir şey gözləmədim. Belə də deyir. Qiyamət gündə sələfilərdən başqası qurtulmayacaq. Yəni, bəs nə oldu deyə biz 4 məzhəb haqdır, İmam Filankəs, İmam Bəhmənkəs, bəs yaxşı, onlar sələfi olmayıblar axı. İmam Əhməd bəyəm sələfi idi. Süfyan Əs-Sobri sələfi idi. Səid ibn Müsəyyəb sələfi idi. Muhammed ibn Sirin sələfi idi. Əbu Bakr rəziyallahu anh sələfi idi. Ömər ibn Xattab sələfi idi. Əli ibn Əbu Talib sələfi idi. Əbu Hüreyrə sələfi idi. Onlar qurtulmayacaqlar, ha? Yəni, hansı sahabə özünə sələfi deyil? Yəni, bu mudur sizin, yəni, insanlara dəvət etdiyiniz bu mudur? Yəni, insanlar buna mı dəvət edirsiniz ki, sələfi olun, yoxsa qurtulmayacaqsınız? Yəni, xristiyanlar deyir ki, biz cənnətə qazanmışıq. Nə bilim, kimisi yanmaz kəfən satır. Və siz onun nə fərqiniz var ki? Nə fərq qaldı ki? Sizin bu sözləri deyən adamlardan nə fərqiniz var? Bax, Allah subhanətələ deyir ki, وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارًا. Dedilər ki, Yəhudi və ya Nəsrani olandan başqası cənnətə girməyəcək. Allah subhanətələ deyir ki, tilkə əməliyyuh. Bu onların xam xəyallarıdır. Bu onların boş iddialarıdır. Hər söz dəlilini tapmayana qədər, dəlilsiz sadəcə bir sözdür. Dəlili olmadığı müddətdə sadəcə bir sözdür. Allah subhanətələ bax nə deyir? Qul hətə burhanakum in kuntum sadiqin. Deyil. Əgər sadiqlərsinizsə, açıq aydın dəlilinizi gətirin.
Rəbbimizin ayətini mən sənə də oxuyuram. Bu iddianı eləyən Şeyx Fovzan da olsun, sən də olsun, bütün insanlar olsun, fərq etmir. Hamısına bu ayət kəliməni oxuyuram. Deyirəm, qul hətə burhanəkə min kuntum sadiqin. Əgər doğru sözlüsünüzsə, dəlilinizi gətirin. Sənin şeyxə də sən vaxt verirəm, istədiyin qədər vaxt verirəm. Get mənə kitab sünnətdən dəlil gətir ki, qiyamət gündə sələfilərdən başqası qurtulmayacaq. Hardadır? Gətirin dəlilini. Allah Subhanahu bu ayetin davamında bax, sonraki ayətdə nə deyir? Bələ, xeyr, əksinə. Mən əsləmə vəchəhu lillahi və huve muhsin. Muhsin olduğu halda kim ki üzünü Allah'a təslim edib, fələhu əcruhu ində rabbi. Məhz onun üçün Rəbbinin yanında əcri vardır. Və la xawfun aleykum və la hum yahzanun. Onlar üçün heç bir qorxu yoxdur və onlar hüzünlənməyəcəklərdir. Allah Subhanahu wa Taala vəsfini verdi. Mən əsləmə vəchəhu lillahi və huve muhsin. Muhsin olduğu halda üzünü Allah'a təslim edən kimsə. Bunun adı sələfi deyil, bunun adı muslimdir. Muslim. Amma sənin şeyxin deyir ki, mə yəncu yevmən qiyaməti illə sələfi. Qiyamət gündə sələfidən başqası qurtulmayacaq. Yenə Allah Subhanahu buyurur ki, və yuneccillahu ellezine ittaqav bimefacetihim la yemassuhumus-su'u və lahum yahzanun. Allah Azze ve Celle təqvalı olanları onların o qurtulmaqları ilə xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar hüzünlənməyəcəklərdir. Zümər surəsi 61-ci ayət. Az öncə oxuduğum iki ayət də Bəqərə surəsinin 111-112 ayətləri idi. Yəni burada Allah Subhanahu xilas etdiyi kimi sələfilərdir. Yoxsa müsəlmanlardır. İmam Buxarinin hədisini oxuyaq. İmam Buxari rahmetullahi aleyh öz səhiyində 3060 nömrəli hədisdə buyurur ki, Həddəsənə Əbul Yəmən əxbarana Şuayb an-Zuhri və həddəsəni Mahmud ibn Qaylan həddəsənə Abdurrazzaq əxbarana Ma'mar an-Zuhri yəni ibn Müseyyəbi an Əbi Hüreyrə radiyallahu anhu qal. İmam Buxari bu hədisin isnadında, bu hədisdə iki dənə isnad vermişdir. Birincisi bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi Zuhridən. Digər isnad deyir ki, mənə Mahmud ibn Qaylan danışdı, bizə Abdurrazzaq danışdı. Bizə Ma'mar xəbər verdi Zuhridən, İbn-i Museyyebdən, Əbu Hüreyrə radiyallahu dedi. Şəhidnə ma'a Rasulillahi sallallahu aleyhi və səlləmə fəqalə li rəculin mimmən yəddə'il İslam hədə min əhlin nar. Əbu Hüreyrə radiyallahu anhu, sələfi deyil ha, sahabədir. Deyir ki, biz Rasulullah sallallahu aleyhi və səlləmə şahid olduq, onunla birlikdə. Dedi ki, İslam iddia eləyən bir nəfərə, bax, sələfilik iddia eləmir daha. İslam iddia edən bir dəfələ bir kişi dedi ki, hədə min əhlin nar. Bu, o da əhlindəndir. Fələmmə hadaral qitalu, qatilər rəculu qitalən şədidə. Deyir ki, döyüş başlayanda bu adam, yəni Rasulullah sallallahu aleyhi ve sellemin bu, o da əhlindən də dediyi kimsə şiddətlə savaşdı. Fəasabəthu cirahatun, fəqilə ya Rasulallah, əl-ləzi qultə innəhu min əhlin nari fə innəhu qad qatiləl yevmə qitalən şədidə və qad mət. Və ona bir yara deyir, yəni yaralanma üzvədir, yaralandı adam deyir və Rasulullah sallallahu aleyhi ve sellemə deyir ki, ey Allahın Rasulü, sən onun haqqında bu, həqiqətən də bu o dəhlidir dediyi kimsə şiddətli bir savaşla savaşdı və vəfat etdi, öldü. Fəqalən Nəbiyyü sallallahu aleyhi ve sellemə ilən-nar. Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, ateşe doğru, o da doğru. Fələmmə qalə fəkədə ba'dun nəsi ən yərtəb. Hardasa bəzi insanlar hardasa şübhə eləməyə başladılar. Yəni ki, görüblər ki, belə savaşdı bunun üzərində, yəni şahid oldular nəzərində. Beynəmə hum alə zəlikə iz qilə innəhu ləm yəmut. Onlar bu haldaykən deyildi ki, o adam ölməmişdir. Birdən deyirlər ki, o adam ölməyib. Lakin bihi cirahan şədidə. Lakin onun çox şiddətli yarası var. Fələmmə kənə minəl-leyli ləm yasbir aləl cirah fəqətələ nəfsəhu. Gecə olduğu zaman isə deyir, adam səbr etmədi və özünü öldürdü. Fəuxbirən Nəbiyyü sallallahu aleyhi ve səlləmə bizəlikə fəqalallahu akbar. Əşhədu ənni Abdullahi və Rasulü. Və bu xəbər, Rasulullah sallallahu aleyhi ve səlləmə xəbər verir və deyir ki, Allahu akbar, şahidlik edirəm ki, mən Allahın qulu və Rasuluyam. Thumma əmərə Bilələn fənədə bin-nəs. Sonra Rasulullah sallallahu aleyhi ve səlləm Bilal'a əmr eləyir ki, insanlara səslənsin.
İnnehu la yedhulul cennete illa nefsun muslime. Ve innallâhe le yu'eyyidu hâde'd-dîne bir-racülül fâcir. Bak, Nebi sallallahu aleyhi ve sellem Bilal radıyallahu anh nə əmr edir? Deyir, insanlara səslən. Ki, həqiqətən də cənnətə müsəlman kimsədən başqası girməyəcək. Demədi ki, illə nəfsun sələfiyyə. Sələfi kimsədən başqası yox. İllə nəfsun muslimə. Müsəlman kimsədən başqası cənnətə girməyəcək. Amma sənin şeyxin, Fovzan, deyir ki, qiyamət günündə sələfidən başqası qurtulmayacaq. Bir var desə ki, qiyamət günü biz qurtulacaq inşallah, başa düşərsə, özünü haqlı yolda sayır, ümid edir ki, qurtulacaq. Yoxsa deyir ki, qiyamət günündə sələfidən başqası qurtulmayacaq. Bu nə deməkdir? Siz nə yeyib içirsiniz? Bu nə düşüncədir? Bu nə yəni etiqaddır? Bu nə dindir? Bunu siz mənimsəmirsiniz. Rasulullah sallallahu aleyhi ve sellem tamam başqa bir şey deyir. Və buyurur ki, Aleyhisselam hədisi xitamında, həqiqətən də Allah Azze ve Celle bu dini facir bir adamın əli ilə də dəstəkləyir. Demək ki, bu ayət hədislər sənin dediklərinin hamısının xilafınadır. Və sonlara doğru 4-cü dəqiqə 9-cu sayında deyir ki, yenə Şeyx Fovzanın səsini verir. Deyir ki, o belə deyir, tövhid və əqidə üzərində sələfə ittiba etmək şərəfdir, mədhdir, yəni tərifləmədir. Buna görə də biz bununla fəxr edirik və Allahdan istəyirik ki, bizləri sələfin məzhəbi üzərində etsin. Elhamdülillah. Biz də fəxr edirik ki, biz müsəlmanıq. Var deyəcək. Deyəsən ki, biz yahudiyik. O sənin problem. Bəlkə də yahudisən, bilmirəm mən. Sən mənim maraqlı deyil ki, mənim dini İslam dinidir. İslam dinini mənimsəmişəm, mənim adım Müslimdir. Mən Allah bu adı qoyur. İslam dinini gələn Müslüman deyilir, Müslim deyilir. Biz bununla fəxr edirik. Siz gedin sələfiliylə, xələfiliylə, nə siz fəxr ediyin. Özünüz bilərsiniz. Amma bu iddia batıl iddia deyil. Yəni bunun bir kəlmə bilmirəm ki, o iddianı onunla vəsf edir. Yəni bu qədər insanın hədd aşması, bu qədər təəssübkeş olması, bu qədər başqalarına həqir, xor görməsi mən görməmişdim. Mən bir də Rafizi də görmüşəm ki, Rafizi mənə özü deyib ki, mən nə edirəmsə edim, qiyamət üçün Həzrət Əli mən qurtaracaq deyib. Və onu da görmüşəm bunu. Mən Şeyx Fovzan kimi bir elm əhli bir insanın belə bir iddia edəcəyini, yəni sənin sabahdan öyrəndim. Demək ki, sənin kimiləri, yəni belə təəssübkeşliyə, bataqlığa sürükləyən bunun kimi şeyxlərdir. Və 4-cü dəqiqə 22-ci saniyədə belə bir sual səsləndirildi ki, sələfilər nicat tapan firqədirmi? Cavabında yenə Şeyx Fovzan deyir ki, əgər sələfilik nicat tapan firqə olmasa, o zaman o firqə kimlərdir? Zəlalət firqəsidir. Qiyamət gündə sələfilərdən başqası qurtulmayacaq. O kəslər ki, sələfin mənhəc üzərindədirlər. 4 məzhəb getdi. Yəni, Şeyx Fovzanın sözünə görə 4 məzhəbin hamısı cəhənnəm əhlidir. Və sonra niyə deyirsiniz ki, 4 haqq məzhəb? Deyin, 4 batil məzhəb. 4 cəhənnəm əhli məzhəb deyin də. Ya o sözümüz yalandır, ya bu sözümüz yalandır. Bu necə dindir, mən başa düşmürəm. Qiyamət günündə sələfilərdən başqası qurtulmayacaq. Və o qurtulanların da vəsfi nədir? Sələfin mənhəc üzərində olur. Hansı sələf? Hansı mənhəc? Bir deyə bilərsən. Yəni, mənim sənin kimi insanlara məsləhətim odur ki, get bir dənə yaxşı ibtidai sinif müəllimi tap. Sənə Azərbaycan əlifbasını öyrətsin. Hüsnü xəti öyrətsin. Yəni, bol-bol sinifdən xaric qiraətdə kitabları oxu. Sənin kimlər hələ doğulmayanda, mən sinifdən xaric qiraət oxuyurdum. Hələ sənin kimlər hələ doğulub dünyaya gəlməmişdi. Necə bilmirdi ki, dünya necə bucaqdır. Sən bir insanın adını, o kanala girirsən, orada videolara kəsirsən, doğruyursan bizim kanalda. Kanalda hər videoda yazılır mənim adım, Mürşid Yusifoğlu. Sən İslam iddiasındasan, bilmə ki, mürşid hansı sözdür, kökü hardan gəlir, cümşid nədir? Sən hələ burada xəbərin yoxdur. Sən doğulmamışdın bəlkə də, mən belə ki, cəmşid nə deməkdir? Fars sözüdür, parlaq, parıltılı, cahcalalı deməkdir. Mən bunu bilirdim. Cəmşid başqa, cümşid başqa, mürşid başqa. Nə əlaqəsi var? Get bir dənə yaxşı müəllim tut, məsləhət görərəm ki,
yəni bir 60 yaşlarında müəllim olsun ki, Azərbaycan dilini səlis yaxşı bilənlərdən olsun ki, onlar daha yaxşı bilirlər. O nəsil daha yaxşı bilir bu dili. Get qardaş, öyrən. Var idi əlifba kitabında ata topu at. Topu tut. Bax onları yaz, hərf, hecə və s. Bunları yaz, dil öyrən qardaş. Öz dilini öyrən. Ərəb dili yox, ərəb dili sənlik deyil. Öz ana dilini yaxşı öyrən ki, öz ana dilində 6 hərfi sözdə belə bir səhv eləmirsən. Bəzi özündən xəbərsiz insanlar da var. Deyirlər ki, sən hərf tutur, səhvi tutursan. Qardaş, hərf səhvi tutmaq məsələsi deyil ki, bu adam oxuduğu şeyi düzgün oxuya bilmir ki, düzgün də anlasın. Yəni, qata deyə qatata deyən, müşrə də cümşüd deyə bu normal bir şeydir. Ona görə də bu adam hər şeyi təsirlə başa düşür. Mən ondan danışırım. Danışarkən hərf səhvi eləmək hər kəsdə olur. Bu mexanikidir. Buna dil sürüşməsi deyirlər. Və yazarsan qələm sürüşməsi. Yəni mən ə yazmadım, a yazdım yəni olur. Amma sən yanlış bilirsən, sən mürşidi zaten cümşüd bilirsən. Çünki sənin fərqini ayırmağa bir intellektual səviyyən yoxdur. Ki bu şeyləri danışırsan. Yəni o adam elə mürşidi cümşüd oxuduğu üçün də elə bilir ki, yəni Qurandakı muslim sözünün yerinə sələfi yazılır. Ona görə bunu müdafiə edir. Məsələ bundan ibarət. Neyse ki biz elmli, yəni bir səviyyəli bir şey görmədik. Yəni bir doğru dürüst bir irad bildirsinlər. Biz də ondan bəhrələnək. Və axiru davanən elhamdülillahi rabbil aləmin.